Eşitmisiniz demişəm, dedilər ki, bir ruhaniyə sual verirdi. O hansı namazdır ki, üzr istəyirəm, eşeğin anqırması ilə batil olar? Deyir, başa düşmədim bu sualı. Deyir, sən indi mən cavab verim, sən alimsənsə gərək bunu bilərdin. Dedi, yaxşı, buyur, cavab ver. Dedi, bir nəfər, üzr istəyirəm, ulağa minib, eşeğe minib, səhrada yol gedir. Bütün səfər azuqəsi də bu eşeğin üstündədir. Bunun bir qədər suyu da var yanında ki, eşeğe yükləyib onu. Birdən eşeğ itdi. Bu da su ki yoxdur yanında neynədir? Teyəmmüm elədi, namaz qıldı. İndi teyəmmüm eləyib namaza başlayıb, birdən eşeğin anqırtısı gəldi. Bu bildi ki, su var. Su varsa teyəmmüm batildir, namazda batil olur. Bu tapmacadır. Gedib evdə oturub fikirləşib tapmaca ki, mən buna sual, mən nə bilim sən nə fikirləşmirsən evindən, nə sual verirsən. Bir var belə mənasız suallar ki, İslam deyib, belə şeylərin dalıca getmiyor. Musa Peyğəmbərin anasının adı nə idi, nə bilim nə idi, Quran deməyib nə idi. Musa Peyğəmbərdən o qədər ibrət almalı hadisələr var, ona bax. Arvadı niyə dərin bastırırlar, kişini dayası, heç elə şey məsələ şəriətdə də yoxdur. Belə-belə suallar məclislərdə, amma Allah buyurur, Peyğəmbər hədislərdə buyurur ki, elə şeyləri öyrənin ki, onun sizə faydası olsun, onun sizə bir əhəmiyyəti olsun.